Vəfa xanım, təxminən nə qədər vaxt qaldınız Everestdə? Everest ekspedisiyası, belə deyim, Nepal şəhərinə getdik. 2-3 gün hazırlıq, avadanlıqların alınması. Daha sonra oradan sonra başladı ayaqla yolculuğumuz. Ana düşərgəyə geri dönmək. Total hamısı 30-35 gün alır. Zirvədə nə qədər qaldınız? Zirvənin özündə qalmaq uzun müddət olmur. Küləkdir, küləyin sürəti saatda 100-dür, 110-dur, mənfi 40-45 dərəcədir. Bayrağımı çıxartdım, dalğalandırdım. Mütləq şəkildə şəkil çəkdirmək lazımdır zirvədən. Daha sonra bu sübut dəlil kimi şəkli çəkdirdim. Kiçik bir video görüntü Azərbaycan üçün, insanlarımız üçün. Saniyələr, sadəcə orada bir saniyə əlimdən elədim ki, heç olmasa bu baxım ki, mən hardayam. Mən hardayım, heç olmasa o anı öz gözlərimdə, öz ürəyimə, öz düşüncələrimə həkk etdirim. Onda bax, belə bir baxış keçirtdim. İkinci dəfə, üçüncü dəfəyə mənim gücüm çatmadı. Çünki buludların üzərindəsən, ən yüksək zirvədəsən, bundan o tərəfə yoxdur. Və sonra sürətlə düşməlisən. Çünki oksigen yoxdur, hündür bir zonadasan, qalma şansın yoxdur. Və orada gedəndə sadəcə olaraq bir anlıq baxış oldu ki, kəndirdən möhkəm yapışdım və geri döndüm. Baxdım son dəfə zirvəyə və elə də tez bir zamanda eniş elədim. Çünki artıq qəlbimdə Lhotsa var idi və düşünürdüm ki, tez enməliyəm, dincəlməliyəm və Lhotsa hazırlaşmalıyam.